Salam. Bugün sənin göndərdiyin materiallar əsasında çox düşündürücü bir mövzuya toxunacaq. Rədd edilmə qorxusu. Görünür bu məsələ səni həm psixoloji, həm də bəzi, deyək ki, müasir fəlsəfi yanaşmalar kontekstində xeyli maraqlandırıb. Xüsusən o qeydlərdə rast gəldiyimiz bəzi spesifik baxışlar var idi. Bəli, salam. Həqiqətən də çox qatlı mövzudur. Və bu materiallar məncə yaxşı bir başlanğıc nöqtəsidir. Düzdür. Əlimizdəki fikirlər, müzakirələr, yəni bu qorxunun kökləri haradadır? Bəzi perspektivlərdən necə görünür? Və ən əsası, bunun öhdəsindən gəlmək üçün nə kimi yollar var? Bunları anlamağa kömək edəcək. Aha, Gəl, elə başlayaq bu ideyaları açmağa, görək nəticədə hara gedib çıxacaq. Hazırsansa, başlayaq. deməli, ilk olaraq onu anlamaq lazımdır ki, bu qorxu, yəni təzə bir şey deyil, eləmi? Sənin materiallarında da var idi, bunun təkamül prosesində dərin kökləri var. Bəli, bəli. Qədimdə qrupdan kənarda qalmaq, sözün əsli mənasında həyatı təhlükə demək idi. Aid olmaq vacibi idi. Həyatda qalmaq üçün və bu instinkt deyəsən hələ də içimizdə bir yerdə yaşayır, amma maraqlıdır, müasir dövrdə necə təzahür edir. Məsələn, bəzi yanaşmalar deyir ki, Kişilərin öz dəyərini. bəli, kişilərin öz dəyərini sanki xarici təsdiqə, xüsusən də qadınların qəbuluna bağlamaq kimi bir meyl yaranır bəzən. Tam olaraq və bax məhz bu nöqtədə sənin paylaşdığın o digər perspektivlər, deyək ki, alternativ bir çərçivə təklif edir. Məsələn, hipergamiya anlayışı. Aha, o nə deməkdir tam olaraq? Deməli, bu yanaşmaya görə qadınlar cüt seçərkən təbii olaraq müəyyən keyfiyyətlərə, sosial status, resurslar, güc, hətta bəzən genetik üstünlüklər kimi görünən şeylərə daha çox meyl edirlər. Yəni, bu prizmadan baxanda rədd edilmək sənin şəxsən pis və ya dəyərsiz olmağın anlamına gəlməyə bilər. Yəni, sadəcə uyğun gəlməmək. Bəli, sadəcə o konkret insanın o an üçün olan axtarışına, meyarlarına uyğun gəlməmək kimi başa düşülə bilər. Bu, şəxsi dəyərə bağlı ümumi bir hökm deyil. Maraqlıdır. Bəs o alfa və beta məsələsi, o da sənin qeydlərində tez-tez keçirdi. Hə, o da bu kontekstdə çox vurğulanır. Alfa dedikdə daha çox öz daxili kompasını bilən, məqsədlərinə fokuslanan, xarici təsdiqə o qədər də ehtiyac duymayan bir tip nəzərdə tutulur. Beta isə əksinə, qəbulu, təsdiqi daha çox kənarda axtaran biri kimi təsvir edilir. Amma burada vacib məqam var. Nədir o? Bu, hissiz olmaq deyil. Qətiyyən, söhbət hissləri idarə edə bilmək, öz həyatının sükanı arxasında olmaqdan gedir. Xarici reaksiyaların sənin daxili balansını pozmasına imkan verməmək. Başa düşdüm. Yaxşı, bəs praktikada? Tutaq ki, biri rədd edildi. O ilk kəskin hiss, ürək döyüntüsü, mədə ağrısı, həyəcan. Bu hisslərlə nə etməli? Materiallarda deyilir ki, bunları qəbul etmək lazımdır. Tamamilə. Bu çox vacibdir. O fiziki, emosional reaksiyalar normaldır. İnsan bədəninin təbii cavabıdır. Onları bastırmağa çalışmaq, əksinə daha çox problem yaradır. Hə, Mənbələr deyir ki, sadəcə müşahidə et. Aha, indi mən bunu hiss edirəm və unutma ki, bu hisslər müvəqqətidir. O dalğa bənzətməsi çox yerindədir. hə, o yadımdadır. Gəlir, qalxır, enir və gedir. Bəli, dalğanı saxlaya bilməzsən, amma üzərində qalmağı öyrənə bilərsən. Və o ilk emosional partlayış biraz səngiyəndən, sonra Sonra nə? Sonra artıq sənin təqdim etdiyin materiallarda da deyildiyi kimi, analitik düşüncəni işə salmaq olar. Rədd edilməyə bir növ data, məlumat kimi baxmaq. Məlumat kimi. Yəni necə? Yəni, bu təcrübədən nə öyrəndim? Sual budur. Mənim həqiqətən də inkişaf etdirməli olduğum bir tərəfim üzə çıxdı, yoxsa sadəcə yollarımız fərqli idi? Əsas odur ki, bir-iki hadisədən sonra mən həmişə beləyəm, heç kim məni bəyənmir kimi. Bu çox vacibdir və bu özünü qorumaqla bağlı o çərçivə məsələsi də var idi. Frame qorumaq. Bunu biraz aça bilərsən. Əlbəttə. Çərçivə, yəni frame, sənin daxili reallıq xəritəndir. Dəyərlərin, inancların, həyatdakı məqsədlərin, dünyaya baxışın, bu sənin öz hekayəndir. Anladım. Bəs onu itirmək nə deməkdir? İtirmək o deməkdir ki, sən öz reallığını başqasının reaksiyasına görə müəyyən etməyə başlayırsan, öz dəyərini kiminsə səni bəyənib bəyənməməsi ilə ölçürsən. Bu zaman sənin çərçivən yox, qarşı tərəfin çərçivəsi dominant olur. Bəs necə qorumalı? Materiallarda nə deyilir?
Əsas yol insanın öz şəxsi missiyasına fokuslanmasıdır. Karyera, bacarıqlar, hobbilər, özünü fiziki və zehni olaraq inkişaf etdirmək. Yəni, həyatının mərkəzində sən və sənin məqsədlərin olmalıdır. Və xarici təsdiq sadəcə bir Bonus, xoş bir əlavə, amma sənin özünə verdiyin dəyərin əsası deyil. Özünü inkişaf etdirdikcə o daxili çərçivə onsuz da güclənir. Bu məntiqlidir. Fiziki inkişaf, zehni inkişaf, sosial bacarıqlar hamısı bir-birini tamamlayır. Tamamilə. Və bu özünü inkişaf ideyası birbaşa olaraq başqa bir vacib anlayışa gətirir, bolluq təfəkkürünə, yəni abundance mindset. Aha, qıtlıq düşüncəsinin əksi kimi. Bəli, qıtlıq düşüncəsi deyir ki, fürsətlər azdır, o olmasa başqası olmaz. Bolluq təfəkkürü isə deyir, dünyada çoxlu imkanlar və mənə uyğun insanlar var. Yəni, mən öz dəyərlərimə uyğun birini tapa bilərəm düşüncəsi. Dəqiq. Və bunu gücləndirmək üçün də sosial çevrəni genişlətmək, yeni insanlarla tanış olmaq tövsiyə olunur. Nə qədər çox fərqli insan tanısan, dünya görüşün o qədər genişlənir və qıtlıq hissi azalır. Çox yaxşı. Bəs rədd edilmənin təsirləri ilə necə başa çıxmalı? Hansı yollar sağlamdır, hansılar yox? Çünki materiallarda buna da toxunulurdu. Bəli, bu da kritik məqamdır. Sağlam olmayan yollar var. İçkiyə qurşanmaq, emosional yemək, özünü sosial mediada itirmək. Bunlar anlıq rahatlama versə də uzun müddətdə problemi dərinləşdirir, zəifliyi artırır. Bəs sağlam yollar? Məsələn, hisslərini yazmaq, gündəlik tutmaq kimi, etibar etdiyin insanlarla, dostlar, mentorlar danışmaq, dəstək almaq, özünə yeni əldə edilə bilən hədəflər qoymaq, diqqətini pozitiv bir şeyə yönəltmək. Və o intiqam fantaziyası məsələsi var idi. Niyə zərərlidir deyilir? Çox maraqlı məqamdır. Çünki intiqam xəyalları sənin emosional enerjini hələ də o insana və ya vəziyyətə bağlı saxlayır. Fokusun hələ də oradadır. Hə, o kömür bənzətməsi yadıma düşdü. Ki sevginin də, nifrətin də əksi laqeydlikdir. Yəni o insanın və ya hadisənin sənin üçün artıq emosional əhəmiyyətinin qalmaması. Onda gəl əsas məqamları bir daha ümumiləşdirək. Sənin materiallarından çıxan əsas nəticələr, yəni perspektiv dəyişiklikləri bunlardır. Rədd edilməyə son hökm kimi yox, situasiyaya bağlı bir nəticə kimi baxmaq. Öz dəyərini daxili mənbələrə, məqsədlər, dəyərlərə bağlamaq. Hissləri qəbul etmək, amma sonra məntiqli analiz etmək. Bəli, davamlı özünü inkişafa və qıtlıq əvəzinə bolluq təfəkkürünə yönəlmək. Və o alfa məsələsi. Qorxusuzluq deyil, yıxılandan sonra ayağa dura bilmək bacarığıdır əslində. Tamamilə doğru. Və bütün bunların yekununda dinləyicimiz üçün bir düşüncə istiqaməti. Bax, bu xarici təsdiq və daxili çərçivə məsələlərini dərk etmək, sənin təkcə romantik münasibətlərini yox, ümumiyyətlə həyatındakı bütün sosial əlaqələrini, dostluq, iş, ailə necə idarə etdiyini, öz seçim meyarlarını necə qiymətləndirdiyini və potensial rədd edilmələrlə necə başa çıxdığını kökündən dəyişə bilərmi? Bunun üzərində düşünməyə dəyər. Həqiqətən düşündürücüdür. Bu dəyərli materialları bölüşdüyün və bu dərin müzakirə üçün çox təşəkkür edirik.